Müəllimlər, hər vaxtınız xeyir. İstəyirəm bugün pedaqoji prinsiplər mövzusunu izah edeyim. Mövzu kitabda çox uzun olduğu üçün konspekt təşkil etmişəm və bu konspekt üzərindən izah edəcəm. Pedaqoji prinsiplərdən birinci prinsipimiz pedaqoji prosesin tamlığıdır. Yəni tam aydın olduğu kimi sözdən də, yəni bütöv, tamam mənalarını verir. Yəni müəllimin dərsi tam mənimsədə bilməsidir. Və pedaqoji prosesin tamlığı 3 hissədən ibarətdir. Dərsin öyrədici olması, tərbiyə edici olması, bir də inkişaf etdirici olması. Yəni dərsin tam olması üçün bu 3 prinsipə də riayət olunmalıdır. Məsələn, müəllim fizika dərsində elektrik enerjisi haqqında məlumat verir. Ancaq elektrik enerjisindən gündəlik həyatda necə istifadə edilməli olduğunu izah etməyib. Deməli, şagirddə öyrədici bir məlumat verildi, amma ondan istifadə, ondan tətbiq göstərilmədi. Yəni tərbiyə edici mühit qurulmadı. Bu zaman pedaqoji prinsipin tamlığı pozulmuşdur. Deməli, əsas qızıl qaydalardan biri də odur ki, təlim nəticəsini satmamaqda bu prinsipi pozur və qısaca cümlədə amma, ancaq sözlərindən istifadə olunanda bu əsasən pedaqoji prinsipin tamlığı hissəsinə aid olur. Yəni pedaqoji prosesin tamlığı prinsipinə. İkincisi, təhsildə bərabər imkanların yaradılmasıdır. Yəni bildiyimiz kimi bərabər sözü eyni deməkdir. Yəni şagirdlərin hər birisi üçün eyni təlim şəraitinin yaradılmasıdır. Məsələn, müəllim 8A sinifində kimya dərsində keçdiyi mövzunun təcrübəsini laboratoriya otağında aparır. Ancaq eyni mövzunu 8B sinifində keçərkən bu qaydaya riayət etmir. Deməli, müəllim bir sinifdə infrastrukturdan istifadə elədi, digər sinifdə istifadə eləmədi. Deməli, nə oldu burada? Bərabər imkanları pozdu. Həmçinin şagirdlər arasında ayrı seçkilik qoyulması da bu bərabər imkanların pozulmasına gətirib çıxarır. Açar sözlər diferensial təlim, şagirdə gözləmə vaxtı vermək, eyni təlim şəraiti. Yəni bu açar sözləri görsəz, bilin ki, bu təhsildə bərabər imkanların yaradılması prinsipidir. Üçüncü, dəstəkləyici mühitin yaradılması. Deməli, təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün zəruri infrastrukturun sağlam mənəvi psixoloji mühitin və təhlükəsiz təhsil şəraitinin təmin edilməsidir. Məsələn, sinifdə qırıq parta olsa da sinif rəhbəri bunu diqqətə almır. Deməli, təhlükəsiz təhsil şəraiti pozulur. Yəni, burada sağlam mühit pozulur. Çünki yəni o qırıq parda şagirdlərin fiziki sağlamlığına zərər verə bilər. Bir misal da çəkək. Məsələn, Aydan bu gün dərsi zəif öyrənir, müəllim isə onu kəskin danlayır. Nəticədə Aydan arxa partada oturub ağlamağa başlayır. Deməli, burada nə oldu? Sağlam mənəvi psixoloji mühit pozuldu. Yəni, belə deyim, müəllim şagirdin öz vəziyyətini, daxili durumunu nəzərə almadan, araşdırmadan onu qısnayır. Yəni bir növ bullyingin bir cəhətidir əslində bu da. Eyni zamanda dəstəkləyici mühitin yaradılmasına elə şagirdlər arasında bullying də misal göstərilə bilər. Yəni burada müəllim pedaqoji prosesi pozur ki, yəni şagirdlər arasındakı bullyingə göz yumur. Göz yumursa bu zaman dəstəkləyici mühitin yaradılması prinsipi pozulmuşdur. Dördüncü, məktəb valideyn əlaqələrinin tənzimlənməsidir. Yəni, əslində bu çox rahat seçilən bir prinsipdir. Cümlədə ya məktəb sözü olacaq, ya valideyn sözü. Müəllim, valideyn, rəhbərlik valideyn əlaqələrinin hər biri bura aiddir. Məsələn, valideyn övladının dərsində iştirak etmək istəyir, ancaq rəhbərlik buna icazə vermir. Bu zaman deməli nə olur? Məktəb valideyn əlaqələrinin tənzimlənməsi prinsipi pozulur. 5-ci, fəaliyyətin stimullaşdırılmasıdır. Təhsil prosesinin səmərəliliyinin artırılması, şagirdlərin dərsə marağının yüksəldilməsi adına onların nailiyyətlərinin izlənməsidir. Yəni, dərs zamanı müəllim şagirdin dərsə olan marağını, dərsi qavrama səviyyəsini izləyir. Yəni, proses bitməmiş müdaxilə edir. Müdaxilə edir ki, şagirddə A nöqtəsindən belə deyim, B nöqtəsinə apara bilsin. Əgər müəllim şagirdin səhvini proses anında düzəldirsə, o zaman fəaliyyətin stimullaşdırılması prosesinə əməl olunmuşdur. Yəni, şagird məsələn, trapeziyanın
sahəsini hesablamaq istəyərkən düsturda səhvə yol vermişdir. Tam müəllim gözləmir ki, bu düsturda səhvə yol verdiyi üçün məsələni də səhv ediləsin. Həmən müdaxilə edir, düsturu düzəldir ki, şagird o düzəltdiyi düstura əsasən artıq məsələni özü sərbəst şəkildə həll etsin. Yəni bir növ burada scaffolding deməli qaydasına əməl olunur. Elə eyni hərflərdən yadınızda saxlaya bilərsiniz. Stimullaşdırmada həm də deməli scaffolding bir rol oynayır. Scaffoldingi harda görsəniz stimullaşdırılmaya aid eləyə bilərsiniz. Buranın açar sözləri bildiyi ki, həvəsləndirməkdir, gülümsəməkdir, idraki fəaliyyəti izləyib nailiyyəti təhlil etməkdir, rəy əks əlaqə, təltif etmək, qiymətləndirmə meyarı, səmərəliyi artırmaqdır. Daha sonra inkişaf yönümlülük prinsipinə baxaq. Şagirdlərin təhsil nailiyyətlərinin təhlilindən alınan nəticələr əsasında onların inkişaf perspektivlərini ehtiva edən kompleks tədbirlərin həyata keçirməsidir. Yəni, kompleks tədbirlər deyəndə müəllim bir neçə üsuldan istifadə edir ki, şagirdin inkişafını təmin eləsin. Proses bitdikdən sonra, yəni şagirdin nəticəsindən sonra. Deməli, fərqə baxın. Fəaliyyətin stimullaşdırılmasında müəllim proses anında müdaxilə edirdi. Müəllim, yəni proses anında şagirdin səhvini düzəldirdi. İnkişaf yönümlülükdə isə müəllim gözləyir, şagird prosesi bitirir. Bitirdikdən sonra baxır, harada düzdür, harada səhvdir və haranı gücləndirmək lazımdır. Deməli, müəllim dərsdə şagirdlərə bəzi cümlələr verir ki, sintaktik təhlil etsinlər. Yoxladıqdan sonra bir sıra şagirdin səhvinin çox olduğunu görən müəllim mövzunu yenidən izah edir. Burada deməli açar sözlər nədir? Summativ, formativ qiymətləndirilmənin aparılması, inkişafın monitorinqi, yəni inkişafa nəzarət etmək hər biri nədir? İnkişaf yönümlülük prinsipinə aiddir. 7-ci inklüzivlik. Qeyd edim ki, inklüzivliyi əvvəllər sadəcə deməli fiziki, psixoloji, sağlamlıq imkanları məhdud olan deməli şagirdlər nəzərdə tuturdu, amma artıq qaydalara əsasən, yəni şagirdin intellektual deməli bacarığı da nəzərdə tutulur. Yəni elə şagirdlər var ki, dərsi həmən qavrayır, öyrənmə sürəti deməli güclüdür. Elə şagirdlər var ki, deməli başa düşmək onlarda nədir? Zəifdir. Onlar nəzərə alınır və hər birinə uyğun mühit qurulur, belə deyim. Hər birinə uyğun öyrənmə mühiti qurulur. Yəni fiziki məhdudluqlar, məsələn, hərəkətin çətinliyi, elə şagird var ki, tutalım ki, ayağını incidir və bir müddət dərsə gələ bilmir. Müəllim gedib rəhbərlikdən xahiş edir ki, həmin şagird üçün bir müddət fərdi dərslər təşkil olunsun. Deməli, nə olur? Burada müəllim inklüzivlik prinsipinə riayət etmiş olur. Daha sonra şagird yönümlülük prinsipinə baxaq. Şagird yönümlülükdə nə deyilir? Təhsil alanların mənəviyinin, tələbatının nəzərə alınması. Məsələn, şagirdin nitq qabiliyyətinin yüksək olduğunu görən müəllim onun şeir müsabiqəsinə göndərir. Açar sözlər siz Gartner nəzəriyyəsinin yaradıcı oyunlar, debatda iştirak, maraqlı dərs keçmək. Bunlar şagird yönümlülükdir, yəni şagirdin maraq və ehtiyacı nəzərə alınır. Məsələn, şagirdin intellektual deməli bacarığının yüksək olduğunu görən müəllim onu riyaziyyat üzrə olimpiyadaya yönəldir. Yəni riyazi bacarıqlarının yüksək olduğunu görür və onu riyaziyyat üzrə olimpiyadaya yönəldir. Bu zaman şagirdin nədir? Maraq və ehtiyacları nəzərə alınır. Deməli, bu da şagird yönümlülük prinsipinə riayət olunmasıdır. Son olaraq baxırıq şəxsiyyət yönümlülük. Təhsil alanların idraki, yəni düşüncə, ünsiyyət və psixomotor fəaliyyətlər arasında onların həyati bacarıqlarını inkişaf etdirmək, eyni zamanda milli və bəşəri dəyərləri formalaşdırmaqdır. Qeyd edeyim ki, psixomotordur, burada idrakidir. Bunlar hər biri taksonomiyada öyrəndiyimiz feillərdir. Psixomotor əsasən hərəkət feillərdir. Məsələn, qaçmaqdır, tullanmaqdır, yazmaqdır. Bunlar əsasən şəxsiyyət yönümlülük prinsipinə riayət edəndə deməli, riayət olunduğu cümlələrin içində görəsiniz. Məqsəd tərtərəfli inkişaf etmiş insan yetişdirmək. İnkişaf istiqamətləri deməli, intellektual, mənəvi, sosial, fizikidir. Milli və mənəvi dəyərlərdir. Ailəyə, vətənə, bayrağa sevgi və hörmət. Məsələn, müəllim evə inşa verir, deyir ki, bayrağımız, gerbimiz, himnimiz haqqında ətraflı bir məlumat yazın. O zaman nə olur? Müəllim şəxsiyyət yönümlülük prinsipinə riayət etmiş olur. Qayğıkeş və məsuliyyətli, tarixi mədəni hissə bağlılıqdır, mənəvi dəyərlərin qorunması və ötürülməsi, şagirdlərin hörmət və tolerantlıq ruhunda yetişdirilməsidir. Məsələn, sinifə başqa irqdən olan bir şagird gəlir. Müəllim görür ki, şagirdin etnik mənsubiyyətinin fərqliyinə görə digər şagirdlər deməli, onunla fərqli davranır. Yəni, məsafə saxlayır,
kobud davranır hətta. Bunu görən müəllim həmən bunun qarşısını almaq üçün şagirdlərdə deməli tolerantlığa aid deməli məlumat verməyə başlayır, mənəvi dəyərlər haqqında, sonra tarixi mədəni irsə bağlılıq haqqında, həmçinin mədəni müxtəlifliyə hörmət haqqında deməli məruzə keçir. Beləcə müəllim şəxsiyyət yönümlülük prinsipinə riayət etmiş olur. Pedaqoji prinsiplərdən bu qədər. Növbəti dərsimizdə Time test bankından bu mövzunun testlərinin izahına baxacağıq. Mövzularımız çalışdığım qədər maksimum şəkildə qısa olacaq ki, müəllimlərdə yəni vaxt itkisinə səbəb olmasın. Eyni zamanda bizim imtahanlara qədər ödənişsiz dərslərimiz fəaliyyətdədir. Qoşulmaq üçün 077 527 89 64 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Növbəti dərsdə görüşənədək sağ olun, salamat qalın.